Salam uşaqlar, gəlin artikel mövzusunun birinci hissə topludan izahına baxaq. Artikel mövzusuna başlamazdan əvvəl bilirik ki, en artikelına biz qeyri-müəyyən artikel deyirik. Sayıla bilən təqsimlərin qarşısında və ilk dəfə bəhs edildikdə işlədilir. Mənası isə hər hansı bir deməkdir. Z isə müəyyənlik artiklıdır. Həm tək, həm cəm olan isimlərin qarşısında işlənə bilər. Həm də sayıla bilməyən isimlərlə işlənə bilir. Danışan və dinləyənə məlum olan konkret varlıqlar, dünyada tək olan şeylər, məsələn, the sun, the sky, the world, günəş, səma, dünya kimi üstünlük dərəcəsində olan sifətlərlə, sıra sayıları ilə mütləq işlənir. Artiklsız işlənən hallara isə şəhər və ölkə adları, təbii ki, bəzi istisnalara çıxmaqla, fəsilləri, ayları, həftənin günlərini, dərsləri, idman növlərini və ümumi mənada işlənən cəm və sayıla bilməyən isimlər artiklsız işlənir. Gəlin sualların izahına baxaq. I like to watch. Demək, birinci boşluqda films yazılıb, cəmdədir. Films cəmdə olan isimdir və ümumi mənada işlənib. Mən filmlərə baxmağı xoşlayıram. Ümumi mənada cəm isimlərin qarşısında biz artikel qoymuruq. Yəni, boşluq olmalıdır. İkinci boşluq, films with happy endings. Ending sözünə baxırıq. Sayıla bilən tək isimdir. Qarşısında happy sifəti gəlib. Xoşbəxt sonluqla bitən hər hansı bir film mənasında qeyri-müəyyən artikel lazımdır. Happy samit səslə başladığı üçün artikel işlədilir. Yəni, boşluq artikel olan düzgün cavab olur D variantı. Başqa cürə baxsaq, film sözü cəmdə olduğu üçün cəm isimlərinin qabağına C və Y variantlarını biz yaza bilmərik. Happy endings olduğuna görə, happy samit olduğuna görə N də yaza bilmərik. Düzgün cavab olur D variantı. İkinci sual. There was a football match at stadium on Saturday. Football match sayıla bilən tək isimdir. Yəni, sayıla bilən tək isimdir. Yəni, cümlədə ilk dəfə bəhs olunur. Samit səslə başladığı üçün biz burada artiklı verməliyik. Yəni, N artiklını verə bilmirik. Ona görə C variantını çıxırıq. Boşluq olan variantı da çıxırıq. Çünki sayıla bilən tək isimdir. Biz ora artikl qoymalıyıq. Birinci tərəfə artikl qoymaq lazımdır deyə B, Y, D variantlarının qarşısına qalırıq. İkinci variantda stadium olduğu üçün yenə N stadium deyə bilmirik. Sayıla bilən tək isimdir. Boş da qoymuruq. Düzgün cavab olur D variantı. Üçüncü suala baxırıq. There are interesting museums in England. Bilirik ki, ölkə adlarının qarşısında heç bir artikl qoya bilmərik. Ona görə B və A, D variantlarını çıxırıq. Museums cəmdə olduğuna görə Y variantını da çıxırıq. Düzgün cavab olur C variantı. Çünki cəm isimlərin qarşısında biz N artiklını qoymuruq. Ona görə A və Y variantları səhvdir. Üçüncü sualda düzgün cavab oldu C variantı. Hər iki tərəfdə boşluq olmalıdır. Dördüncü suala baxırıq. One of ifadəsindən sonra uşaqlar biz Z artiklı işlədirik. Yəni, A və B variantlarına baxacağıq. One of the most hardworking student in the class. Sinifdə düzgün cavab olur A variantı. Deməli, most hardworking sifətinin üstünlük dərəcəsidir. Həm bu cəhətdən Z artiklı qoymalıyıq. Class sözü Helen'in oxuduğu konkret sinifdir. Yəni, konkret sinif olduğu üçün biz də demişik ki, dəqiq olduqda Z artiklı olmalıdır. Beşinci suala baxırıq. Robert was one of the yenə də eyni tip sualdır. Sifətin üstünlük dərəcəsi və one of ifadəsi var. Z olmalıdır. Diligent man in the office. Yəni, ofisdə dəqiq olduğuna görə, kimin çalışdığı ofis olduğunu bildiyimizə görə A variantı düzgün cavabdır. Altıncı suala baxırıq. Most people like traveling. Uşaqlar, buradakı most ilə the most-u biz qarışdırmamalıyıq. The most diligent. Məsələn, burada desəydik the most diligent. Most-dan sonra sifət gəlib.
Bu sifətin üstünlük dərəcəsidir. Amma most people burada sifəti yoxdur deyə sifətin üstünlük dərəcəsi deyil. Yəni burada isim gəlib birbaşa. Əksəriyyəti deməkdir burada. Əksəriyyəti. Most people insanların əksəriyyəti səyahət etməyi sevir deyir. Əksəriyyəti mənasında tərcümə edəndə biz burada artikel qoymuruq. Yəni boşluqdan istifadə edirik. Amma sifətin üstünlük dərəcəsi olanda ən çalışqan şagird, ən kimi tərcümə elədikdə orada z artikeli qoyurduq yuxarıda olduğu kimi. Amma bu 5-ci və 6-cı suallarda fərqlidir. Burada əksəriyyəti deməkdir. 5-ci sualda isə ən çalışqan dediyimizə görə sifətin üstünlük dərəcəsidir. Amma əksəriyyəti burada isim gəldikdən boşdan sonra bu artıq üstünlük dərəcəsi deyil və z artikelini biz ora qoymuruq. Yəni ona görə də boşluq olmalıdır. İkincidə isə most popular way. Artıq buradakı görürsünüz most popular, ən məşhur yol. Burada artıq z olmalı bu çünki sifətin üstünlük dərəcəsidir. Most people, mostdan sonra isim gələndə əksəriyyətidir. Most popular sifət gəldikdə sifətin üstünlük dərəcəsidir. Cavab olur Y variantı altıda. 7-ciyə baxırıq. Judy is planning to have a trip. Bu bir ifadədir. Have a trip, səyahət etmək sabit söz birləşməsidir. Trip də sayıla bilən təksim olduğu üçün və qarşısında da nice sifəti gəldiyi üçün qeyri-müəyyən artikel işlənməlidir. İkinci boşluq on Saturday, həftənin günüdür. Biz həftənin günləri ilə bayaq da dedik, boşluq olur. Yəni heç nə qoymuruq. Have a nice trip, yaxşı bir səyahət. On Saturday, bu da olur. Boşluqla düzgün cavab olur A variantı. Onsuz da ən nice trip deyə bilmirik. Sayıla bilən təksimdir deyə artikelsiz qoya bilmirik. Həftənin günlərini də biz artikelsiz işlədirik desək, cavab A variantı olur. 8-ci suala baxırıq. Artıq burada party sözünə baxırıq. Sayıla bilən təksimdir. Artikelsiz qoymuruq uşaqlar sayıla bilən təksimi. Interesting də deyə bilmirik. Yəni deyə bilərik ki, have an interesting party with his friends on Sunday. Yenə həftənin günüdür. Onu artikelsiz qoymalıyıq deyə cavab olur D variantı. 9-cu suala baxırıq. Police demanded to tell the truth olur. Çünki düzünü demək, həqiqəti demək, amma tell a lie olur. Yalan danışmaq. Bunu belə yadımızda saxlayırıq ki, həqiqət dəqiq olduğu üçün həqiqəti Z ilə veririk. Yalan da qeyri-dəqiq olduğu üçün E artikeli ilə veririk. Bu şəkildə yadımızda saxlayırıq, amma bu hazır ifadələrdir. Yəni, to tell the truth düzünü demək, tell a lie, yalan danışmaq, Z, E. Harada görsək, həmişə eyni nəticədir. 10-cu suala baxırıq. What is the tallest? Mən sifətin üstünlük dərəcəsidir. Ən hündür. The tallest building, ən hündür bina. Yəni birinci tərəfdə sözsüz ki Z olacaq. Dünyada, bu da onsuz da Z olmalıdır. Hazır şəkildə in the sun, üzr istəyirəm, in the world, the sun, the world, the sky dedik ki bunları Z artikeli ilə veririk. 11-ci də eyni sualdır. Sifətin üstünlük dərəcəsi ilə Z veririk. Burada isə in the world verməliyik. Hazır ifadədir. 12-ci suala baxırıq. Egypt ölkə adıdır. Biz təbii ki, ölkə adı ilə artikel qoymuruq. Last year, keçən il vaxt bildirir. Yəni zaman anlayışıdır. Zaman anlayışı bildirən ifadələrlə, yəni lastdan sonra gördük ki, zaman gəldi. Bu artıq artikel olmur. Zaman anlayışı bildirən ifadədir deyə artikel olmur. 13-cü sual. This is demək, an old castle. İlk dəfə məlumat verir. Deyir ki, bu köhnə binadır da, tutaq ki. Bu köhnə bir qaladır. Ən old deyirik, boş qoymuruq. Bu sayıla bilən təksimdir, boşluq olmaz. Və ilk dəfə məlumat verdiyinə görə Z artikeli də olmaz. Old castle da demirik, an old castle deyirik. İkinci dəfə artıq dinləyən bildi ki, söhbət hansı qaladan gedəcək, ona artıq ən demirik, Z deyirik. Çünki artıq dəqiqləşdi axı.
Ona görə the castle is in Bakı, yəni həmin qala. Bax, Z-ni biz həmin kimi tərcümə edirik. Birincidə ona həmin deyə bilmərik. Deyə bilərik ki, bu həmin köhnə qala. Yox, ilk dəfə tanış edəndə deyirik ki, bax, bu köhnə bir qaladır. İkincidə artıq dinləyən bildi hansı qaladan söhbət gedir. Onda deyirsən ki, həmin qala, the castle, həmin qala Bakıdadır. Z həmin deməkdir uşaqlar, həmin. Yəni dinləyən bilir ki, söhbət nədən getməlidir, nədən gedir. Düzgün cavab olur 13-də A variantı. Bir dəqiqə. 13-də düzgün cavab olur A variantı. Bəli, N, Z. 14-cü suala baxırıq. Deməli, there are beautiful places in Australia. Australia ölkə adı olduğu üçün biz bura heç bir artikel qoymuruq. B və C variantlarının arasında qalırıq. Burada isə yenə ümumi danışdığına görə Z qoymuruq. B variantı, yəni heç nəsiz. Ümumi şəkildə deyir ki, Avstraliyada gözəl yerlər var. Yəni dəqiqlik burada bir şey yoxdur. 15-ci suala baxırıq. Choose the correct variant. I saw giraffe at the zoo. Uşaqlar, mən deyir zürafə gördüm zooparkda. Sayıla bilən tək isimdir. Sayıla bilən tək isimdirsə, mən bunu artiklsız qoymuram. Zooparkı da artiklsız qoymuram. Yəni və parkda gördüyüm hər hansı bir zürafə. I saw a giraffe, yəni bir zürafə gördüm mənasındadır. Həmin zürafə gördüm demirəm. Mən bir zürafə gördüm. Və at the zoo, zooparkda dəqiqlik bildirir artıq. Düzgün cavab olur Y variantı. At the zoo, zooparkda. 16-cı sual. She noticed eagle in the sky. Dedik ki, bu tək olan isimlər Z artiklı iləndir. Yəni artiklsız olmur. Ona görə bu variantı çıxırıq. E olanları da çıxırıq. Çünki in the sky deyirik biz. O deyir ki, qartal gördü də. Yəni ona görə də hər hansı bir qartal gördü deyə cavab olur A variantı. Söhbətin D variantında dəqiqlikdir. Dəqiqlik bir şey yoxdur. Yəni sadəcə məlumat verir ki, o səmada hər hansı bir qartalı görübdür. A variantı olur. Ona görə də hər hansı bir kimi tərcümə ediriksə, yadınızda saxlayın, N artiklı olur. Həmin kimi tərcümə ediriksə, Z artiklı olur. 7-cidə deyir ki, the Zambezi River is fourth longest river in the continent. Əlbəttə ki, sıra sayıları ilə və sifətin üstünlük dərəcəsi ilə demişik, Z artiklı işlədirik. Yəni B, A, Y-ni çıxırıq. Qitədə, in the continent, qitədə olduğu üçün D variantından istifadə edirik. Söhbət konkret olaraq Zambezi çayının yerləşdiyi qitədən getdiyi üçün əlbəttə ki, Z artiklı olmalıdır, boşluq olmalı deyil. Və sayıla bilən tək isimlərlə biz boşluq qoymuruq. 18-də Qobustan is one of the first holy places of art and culture in the world. Bəli, first sıra sayı ilə, in the world sözləri ilə biz Z artiklı işlədirik. 18-də olur A variantı. 19-a baxırıq. It is a good idea. Bu yaxşı bir fikirdir. Yaxşı bir fikirdir. And good idea biz demirik. It is a good idea. Yaxşı bir fikirdir. Bir kimi tərcümə ediriksə, demək E artiklı qoymalıyıq. To buy wedding present for Mary. Presentdə sayıla bilən tək isimdir. Niyə boş qoyum? Boş qoya bilmərəm. Boş qoya bilmərəm deyə düzgün cavab olur B variantı. 20-ci. We visited a nice village near the sea. Elə oxuyan kimi qoymaq olur. Biz gözəl bir kəndə, bax görürsünüz, bir kimi deyirəmsə, gözəl, qəşəng bir kəndə getdik. Near the sea, yəni dənizin kənarında. Bu da sabit, hazır ifadədir. Near the sea, gözəl bir kəndə getdik. Yəni ki, ilk dəfə məlumat verir, deyir, gözəl bir, qəşəng bir kəndə getmişik. Bir kimi oxuyuruqsa, a nice village qoyuruq, Z qoymuruq, dəqiqlik bildirir. Boşluq qoymuruq, sayıla bilən tək isimdən Z qoymuruq. İkinci tərəfdə də C, sayıla bilən tək isimdən biz heç vaxt boşluq qoymuruq. 21-ci suala baxırıq. This is the longest river. The longest, sifətin üstünlük dərəcəsidir. Ona görə Z artiklı olmalıdır. In the country, ölkədə, yəni söhbət konkret olaraq yaşadığı, bəhs etdiyi ölkədən getdiyi üçün Z artiklını qoyuruq. 22-yə baxırıq. Milan is in north of
country. Uşaqlar, north şimal deməkdir. Cəhət adlarının qarşısında istiqamət bildirərkən mütləq z artiklı işlənir. In the north of country sözü də country konkret ölkənin şimalından söhbət getdiyi üçün yenə z artiklı işlənir. Yəni biz bundan boşluq qoymuruq. Cavab ZZ D variantı. 23-cü suala baxırıq. Uşaqlar demişdik isim bölməsindən də soyadlar. Sonunda S varsa bu demək soyaddır və böyük hərflə yazılıbdır. The Browns olmalıdır. Yəni burada Z olmasa ya da S olmasa bu test düzgün deyil. Əgər mən ailəni bildirmək istəyirəmsə sonunda S, önündə də Z-nin olması mütləqdir. İsim bölməsindən sual salanda S-i çox vaxt qoymurlar çaşdırmaq üçün. Burada da artikeldə da Z-ni qoymurlar. İkisi də olmalıdır. The Browns olmalıdır. Yəni The Browns olması məcburidir. Aha, burada o qoyduq yaxşı. The Browns have a nice flat. Brownların gözəl bir, görürsünüz, gözəl bir mənzili var. Hansı variantdadır? C variantındadır. Have a nice flat. Bir iki dəfə məlumat verir. Təbii ki, E artikl olmalıdır və tərcüməsinə fikir veririk. Gözəl bir mənzilləri var. English is international language. Aha. Dil adı. Dillərin adı tək işləndikdə qarşısında artikl işlənmir. Yəni boşluq qoymalıyıq. Məsələn, English, amma the English language. Yəni yanında language sözü olsaydı Z qoymalıydıq. Belə də biz buna Z qoysaq, the English desək, bu ingilislər deməkdir. İngilislər. The English olsa ingilislər deməkdir. Onda tərcüməsi düz çıxmır axı. The English çünki ingilislər kimi tərcümə olunur. Amma ya bu olmalıdır English, ingilisli kimi tərcümə etmək üçün, ya da olmalıdır the English language. Buna görə biz bura boşluq qoyuruq. Is, demək, birinci tərəf boşluq olanda bir dənə variantdadır. An international language. Yəni beynəlxalq bir dildir. 25-ci suala baxırıq. Do you have bigger room in the hotel? In fact, I'd like biggest room. Aha, bir sifətin müqayisə dərəcəsidir. Birinci boşluq sifətin müqayisə dərəcəsidir. Er şəkilçisi ilə düzəlib. Hər hansı daha böyük bir otaq, hər hansı bir daha böyük bir otaq dediyimiz üçün E deyirik. Sifətin üstünlük dərəcəsində isə Z qoyuruq. Ona görə olur B variantı. 26. Have you written your name at the top of sabit quruluşlu, yəni həmişə bu formada işlənən ifadədir. At the top of İkinci tərəfdə isə söhbət konkret olaraq həmin səviyyədən getdiyi üçün Z artiklını qoymalıyıq. Of the page. Əlbəttə ki, of birləşmələrdə, yəni hər tərəfi Z ilə yazırıq çox zaman. 27-yə baxırıq. The bus stop at the bottom. Bu da dib demək. Top zirvədir. Of the road. Yenə Z. Oflu birləşmələrdə Z götürürük. İndi 28-ə baxırıq. When the children dug ground, yer, torpaq deməkdir. Tək anlayış olduğu üçün qarşısında Z işlənir burada. Dug the ground. When the children dug the ground, they found various kind of stones. Aha. Burada deyir ki, uşaqlar yeri qazanda fərqli daşlar tapdılar, yəni oradan. Fərqli daşlar tapdılar dediyinə görə, müxtəlif növ daşlar tapdılar dediyinə görə, daşlar burada ümumi mənadadır. Yəni, hər hansı bir daşdan söhbət getmir. Ümumi mənada daşlar tapdılar. Ona görə boşluq qoyuruq. Dug the ground, düzgün cavab olur. Y variantı. Ground, yer, torpaq deməkdir. Tək fiziki anlayış olduğu üçün qarşısında həmişə Z işlənir. Stone sözü isə cəmdədir və ümumi mənada işlənir. Bu artikl tələb etmir. 29-cu suala baxırıq. Best mirror is ən yaxşı güzgü köhnə dostdur. Əlbəttə ki, sifətin üstünlük dərəcəsində the best demişik. The best mirror ən yaxşı dost köhnə bir dostdur. Yəni an old friend. Ən yaxşı dost köhnə bir ən yaxşı güzgü köhnə bir dostdur. Z və N olan variantlar C variantındadır. 30-cu suala baxırıq.
Oxford University was created in, əlbəttə ki, sıra sayıları ilə Z qoyuruq və of-dur, yenə sıra sayıdır, Z qoyuruq. Sıra sayıları Z, Y variantı. 31-də Unique Collection və Paintings bu hissələrə baxırıq. Ən unique demirik, unique collection deyə bilərik və collection sözünü artiklsız da işlətmirik. Düzgün cavab olur 31-də D variantı. 32-də someone who wants to be a teacher, kim ki bir müəllim olmaq istəyir. Əlbəttə ki, müəllim sözünü də artiklsız işlətmirik. Kim ki bir müəllim olmaq istəyir, o adam uşaqları çox sevməlidir. Uşaqlar sözünü artikl ilə işlətmərik və səbirli olmalıdır. Düzgün cavab olur Y variantı. 33-ə baxırıq. Kim ki bir müəllim olmaq istəyir, yenə də kim ki bir həkim olmaq istəyir deyir burada da. Yenə də həkim sözünü biz artiklsız işlətmirik. Bu sözdə cəm şəklində də B artiklı ilə işlətmirik. Demək, sonuncuda da have responsibility, məsuliyyəti olmalıdır. Ümumi danışır deyə xəstələri sağaltmalıdır və məsuliyyəti olmalıdır. Olur A variantı. 34-də baxırıq. 34-də a small group of, bir qrup insan binanın xaricində toplaşıb. Uşaqlar, bina sözünü biz artiklsız işlətmirik və qrup sözünü də biz artiklsız işlətmirik. Düzgün cavab olur A variantı. Çünki sayıla bilən tək isimləri artiklsız işlədə bilmərik. 35-ə baxırıq. 35-də peace sözünə baxırıq. Peace sözü və village sözünü biz artiklsız işlətmirik. Artiklın olmadığı halları çıxdıqda C variantı qalır. Çünki sayıla bilən tək isimlərdir. Sayıla bilən tək isimləri də biz artiklsız işlətmirik. 36-ya baxırıq. 36-da waiter ofisantdır, water-də sudur. Su sözünü biz artiklı ilə işlətmirik. Waiter-i də artiklsız işlətmirik. Çünki sayıla bilən tək isimdir. Ona görə 36-da olur C variantı. Su sayılmayan isimdir. Ona artiklı qoya bilmərik. Waiter isə tərsinə sayıla bilən tək isimdir. Onu da artiklsız qoya bilmirik deyə cavab olur C variantı. 37-yə baxırıq. The old one, the internet. Bu internet sözüdür. Bu Z artiklı ilə işlənir. This new modern connects me to the internet faster than the old one. Köhnədən deyir. Yəni köhnə artıq söhbətin nədən getdiyini bilirik. 37-də olur C variantı. 38-də college degree over the internet. Bu Z ilə işlənir. Ona görə də 38-də elə olur D variantı. College degree sözü də sayıla bilən tək isim. Bunu artiklı ilə işlədirik. Yəni boş saxlamırıq. 39-a baxırıq. 39-da demək 38, 39. 39-a baxırıq. Sailor began to look for dry place. Sailor və place sözlərini biz artiklsız işlətmirik. Çünki sayıla bilən tək isimlərdir. For a dry place, quru bir yer üçün. Ən Sailor-da deyə bilmərik. Z qoyuruq ona görə də. Ən yox, ola bilərdi. Ən isə ora qoya bilmərik. 40-a baxırıq. 40-da at first team tried to find suitable place. Place sözünə baxırıq və team sözünə baxırıq. Bunları biz artiklsız işlətmirik. At first the team a suitable place. Uyğun bir yer tapmağa çalışdı. Əvvəlcə deyir komanda the team tried to find a suitable place. Uyğun bir yer tapmağa çalışdı. 41-ə baxırıq. 41-də biggest problem. Uşaqlar, biggest est şəkilcisi olduğuna görə Z ilə işlənir. Unemployed, işsizlər də işsiz, qabağına Z artiklı qoyduqda olur işsizlər. Demək Z ilə işləndiyinə görə hər ikisi Z, C variantı. Biggest-də onsuz da Z ilə veririk. Çünki sifətin üstünlük dərəcəsidir. İşsizlər Z artiklı ilə olduqda işsiz olur işsizlər. Cavab olur 41-də C variantı. 42-yə baxırıq. 42-də
useful piece, bir də friend. Piece və friend sözlərini artiklsız işlədə bilmərik, çünki sayıla bilən təksimlərdir. Ən useful da deyə bilmirik deyə useful olur. 43-də useless idea və neighbor sözlərinə baxırıq. Idea və neighbor sözlərini biz artiklsız qoymuruq. Ən useless deməliyik, yoxsa useless deməliyik? Useless deməliyik, çünki əndən sonra gəlməz samit. Ona görə də 43-də olur Y variantı. 44-də baxırıq. As weather was fine, we made up our mind to have a long walk in the park. Burada qoyuruq in the park. As the weather sözünü də Z ilə işlədirik. Have a long walk. Düzgün cavab olur Y variantı. 45-ə baxırıq. First thing I must do is to have some food. First uşaqlar Z artiklı ilə işlənir. Çünki sıra sayılarını biz Z artiklı ilə işlədirik. Sıra sayılarını, sifətin üstünlük dərəcələrini veririk Z artiklı ilə. Birinciyə yaxşı qoyduq Z. In the forest, bu da hazır şəkildə Z ilə işlənir. Z ilə başlayıb Z ilə bitən də B variantıdır. In the forest hazır şəkildə Z ilə işlənir. 46-ya baxırıq. I have bought new shirt which matches jacket I bought last week. Demək, mənim deyir ki, aldığım yeni köynək keçən həftə aldığım jaketlə yaraşır. Keçən həftə aldığım jaketlə yaraşır. Mən deyir, yeni bir köynək aldım. Last week-i boş saxlayırıq. Çünki bildik ki, last və next sözlərindən sonra zaman ifadələri gəldikdə artikl işlənmir. Amma məsələn isim gələrsə 48-də olduğu kimi burada artıq ola bilər artikl. Amma zaman ifadələri gələndə artikl işlənmir. Yəni A və B variantlarını çıxdıq. Köynək sözünü də uşaqlar biz artiklsız qoymuruq. D-ni də çıxırıq. Jacket sözünü də, jacket sözünü də biz artiklsız qoymuruq. Ona görə 46-da cavab olur C variantı. 47-yə baxsaq, she showed me blues, party, bir də next week var. Yəni next week-i biz zaman anlayışı bildirir deyə artiklsız qoyacağıq. Sonra blues sözünə baxsaq, onu da artiklsız qoya bilmirik. Sayıla bilən təksimdir. Party sözünü də biz artiklsız qoya bilmərik. Olur B variantı. 48-ə baxırıq. We were in a hurry hazır ifadədir. Hazır ifadələri eynən verir. Artıq buradakı last sözündən gələn, sonra gələn zaman ifadəsi deyil, isimdir. Ona görə də Z qoyuruq. 48-də olur A variantı. Burada Kate has been talking to a customer. Yəni Kate bir alıcı ilə söhbət edir. Alıcı və mağaza sözləri sayılan tək isimlərdir. Ona görə artikl mütləq qoymalıyıq, boş qoya bilmərik. Və into the shop olduğuna görə və hər hansı bir alıcı ilə söhbət edir deyə düzgün cavab olur B variantı. 50-ci suala baxırıq. I wrote answer to letter immediately. 50-ci sualda deməli mən məktuba dərhal cavab verirəm. Cavab və məktub sözləri də sayılan tək isimlərdir və artiklsız işlənmir. Artiklsız olan bütün variantları çıxdıqda ansə və yaxud da ki ən ansə desək, əlbəttə ki ən ansə olduğuna görə düzgün cavab olur C variantı. Ansə çünki demirik. 51-ci suala baxırıq. You must write reply to letter. 51-ci sualda da yenə bizim sözlərimiz, isimlərimiz sayılan isimlərdir deyə artiklın olmadığı halları, işlənmədiyi halları çıxırıq. Və ən reply deyə bilmirik deyə reply deyirik. Düzgün cavab olur 51-də B variantı. 52-yə baxırıq. Did you have good view of stage? View və stage sözləri sayıla bilən isimlərdir. Yəni artiklsız qoymuruq. Düzgün cavab olur 52-də B variantı. 53-ə baxırıq. Did film sözü var və bizdə impression sözü var. Film və impression sözləri var 53-də. Uşaqlar, film sözünü biz artiklsız qoymuruq deyə A, D, Y variantlarını çıxırıq. Impression sözünü də yenə a good impression, yəni artiklsız qoymuruq deyə düzgün cavab olur B variantı. Sayılan tək isimləri biz artiklsız qoymuruq. 54-də baxırıq.
At airport, bu at the airport, you must first go to the ticket counter to check in. Airport və ticketə baxaq yaxşı yenə də. Yəni artiklsız qoymuruq deyə hamısını çıxdıqda yenə də qalır C variantı. 55-ə baxırıq. When plane, burada bir sözümüz olur plane, bir də çıxış sözlərimiz olur. 2 dənə ismimiz var. Nə vaxt ki, təyyarə enir, sən çıxışa getməlisən. Onda uşaqlar, təyyarə sözünü biz yenə də artiklsız qoymuruq. Təyyarə sözü çünki sayıla bilən tək isimdir. Sayıla bilən tək isimləri də biz artiklsız qoymuruq. E də deyə bilmirik burada, deyə bilmirik deyə B-ni də çıxırıq. Boş da qoymuruq deyə. When the plane lands, nə zaman ki təyyarə enir, sən çıxışa getməlisən. Bir dənə çıxışımız var da, çıxış dəqiqdir. Cavab oldu 55-də Y variantı. 56-ya baxaq. 56-cı sualda deməli, small group of people gathered outside building. Yenə də artiklsız olan variantları çıxırıq. Çünki qrup sözümüzdə, building sözümüzdə sayıla bilən isimlərdir. Bir qrup insan, a small group dediyimizə görə, bir qrup insan dediyimizə görə həmin qrup demirik, bir qrup deyirik deyə 56-da götürürük A variantını. 57-yə baxırıq. They own large piece of land in country. Demək, uşaqlar country və piece sözlərinə yenə də baxırıq. Sayıla bilən isimlərdir deyə boş qoymuruq və düzgün cavab olur A variantı. 58-ə baxırıq. 58-də I was listening to radio when I heard loud noise outside. Demək, 58-də deyir ki, mən radioya qulaq asırdım və yüksək səs eşitdim. Çöldə yüksək səs eşitdim. Deməli, radio sözünü artiklsız olduğu variantları çıxırıq. Radio və yaxud da ki, the radio, en loud noise deyə bilmirik. Düzgün cavab olur C variantı, a loud noise. 59-a baxırıq. I was watching TV when I heard a loud knock at the door. Aha, uşaqlar, en loud knock demirik. En loud knock demirik. Yəni, yüksək bir qapını döyməkdən söhbət gedir. Door sözünü də biz artiklsız qoymuruq. Ona görə düzgün cavab olur 59-da Y variantı. 60-a baxırıq. 60-cı sualda old woman deyir. Təbii ki, E ilə demirik və boş da qoymuruq. A, D, Y variantları qalır. Charitable organization, yenə də xeyriyyə charitable organization deyə bilmərik. E ilə, site ilə başlayan, yəni E qoymalıyıq. 61. Every child was given apple for lunch. 61-də uşaqlar deyir ki, yemək üçün hər uşağa alma verilib. Biz apple demirik, an apple deyə bilərik. Yəni, bir alma verilibdir. For lunch, yeməklərdir. Bunu artiklsız qoymalıyıq deyə B və Y variantları qalır. Hər uşağa yemək üçün bir alma verilir. Bir alma, həmin alma verilir demir. Bir alma verilir. Ona görə 61-də olur B variantı. 62-yə baxırıq. I need a little time to think about offer you made. Mənə deyir ki, biraz vaxt, I need a little time, biraz vaxta ihtiyacım var. Sənin verdiyin təklifi, the offer you made, sənin verdiyin təklifi düşünmək üçün dəqiqlikdir. Hansı təklif? Sənin verdiyin təklifi. Ona görə də düzgün cavab olur 62-də A variantı. 63-ə baxırıq. Did you see film on TV or at the cinema? Demək, on television or at the cinema. Deyir, filmi televizorda görmüsən, yoxsa sinemada görmüsən? Demək, film sözünü artiklsız qoymuruq. Və burada uşaqlar hansı filmdən söhbət getdiyini dinləyən bilir. Deyir, bu filmi sən harda görmüsən? Ona görə E artikllarını da silərik. On television, bu da hazır şəkildə bu formada işlənir deyə cavab olur 63-də B variantı. 64-də our children
go to school by bus. Demək, bizim uşaqlarımız məktəbə gedir avtobusla. Avtobusla məktəbə gedir. Bu by bus bilirik ki, hazır ifadədir. Yəni bu formada işlənir. By the bus olanda artıq olur yanında. Ona görə bu da məktəbə getməkdən gedir deyə olur by bus. Avtobusla, avtobus vasitəsilə gedir. Düzgün cavab qalır. Bir dənə Y variantı. 65-ə baxırıq. Inventor of computer. Uşaqlar, inventorda, kompüterdə sayılan isimlərdir və biz bunları boş qoymuruq. Mütləq article qoyuruq. Mütləq article qoyuruq deyə A və B variantlarını çıxırıq. Ya the inventor of the computer mouse was Duff Angel Bart. Burada uşaqlar olur. Demək, D variantı. İxtiraçının da kim olduğunu bilirik. Deyir ki, kompüter siçanını ixtira edən ixtiraçı. Ona görə də kompüter sözü də computer mouse. Bu da olur dəqiq, olur. Z variantı, Z. D variantı daha doğrusu. 65'e baxırıq, 66'ya baxırıq. It was cold winter morning on first Monday in January. Demək, bu soyuq bir qış səhəri idi. First da onsuz da Z ilə işlənir. Sıra sayılarını biz Z ilə işlədirik deyə 66'da olur Y variantı. Sıra sayılarını Z ilə işlədirik. Soyuq bir qış səhəri idi. Soyuq bir qış səhəri idi deyə E. Yəni bu səhər sözünü artiklsız qoya bilməliyik. A variantını məsələn buradan çıxırıq. Soyuq bir qış səhəri idi və on the first sıra sayılarında biz Z artikli ilə işlədirik. Ona görə olur Y variantı. 67'ye baxırıq. Washington is a state in the Pacific Northwest region of the United States which is bordered on the west by the Pacific Ocean. State sözündən başlayaq gəlin. Sayılan isimdir. Artiklsız qoymuruq. Hansısa bir Washington bir ştatdır. Bir ştatdır, bir dövlətdir, ştatdır. Ona görə B və bir ştatdır deyirik deyə B-ni də çıxırıq burada. Ya qalır C, ya qalır D variantı. On the west cəhətlərlə də biz Z işlədirik. On the west. Ona görə olur D variantı. 68'e baxırıq. 68'də üçüncüdür deyə Z götürürük. In the world. Bunlar hazır ifadələrdir. Yəni in the world bu Z ilə işlənir. Digəri də yəni third, üçüncü, bu da onsuz da Z ilə işlənir. Sıra sayıdır. Ona görə olur 68'də A variantı. 69'a baxırıq. Demək, yerləşir adada highest S-dəki sifətin üstünlük dərəcəsidir. O da Z ilə işlənir. Onsuz da bu sifətin üstünlük dərəcəsi olan variant bir dənə D variantındadır. Yəni sifətin üstünlük dərəcəsi highest mountain, ən hündür dağdır Yaponiyada, ən hündür. Bu sifətin üstünlük dərəcəsidir. Biz də orada Z işlədirik deyə düzgün cavab olur D variantı. 70'e baxırıq. Longest Z-dir. In the world. Longest sifətin üstünlük dərəcəsidir. Z olan variant D-dir, bir də C-dir. In the world da hazır ifadədir deyə 70'də də olur C variantı. 71'e baxırıq. Sophie has always wanted to visit foreign countries on big ship. Countries sözü uşaqlar cəmdədir. Big ship sözünü də biz artiklsız qoymuruq. Qalır A, B və C variantları. Country sözü artıq cəmdədir. Bu cəm isimdirsə artiklsız qoya bilərəm. Amma tək sayılan isimdirsə artiklsız qoya bilmirəm. Böyük bir gəmidə. Demək, Sophie has always wanted to visit. Sophie həmişə istəyirdi ki, xarici ölkələri səyahət etsin. Ona big ship, böyük bir gəmidə deyir. Böyük bir gəmidə, hər hansı böyük bir gəmidə səyahət etmək istəyir. Xarici ölkələrdən ümumi danışır deyə C variantını götürürük. 72'ye baxırıq. Xoşbəxt cütlük UK-yə getdi. Bu onsuz da United sözü olanlar, biz demişik ki Z ilə işlənir. United Kingdom
olduğu üçün Z ilə işlənir. Yəni A və C variantları. Happy couple went to happy couple xoşbəxt cütlük, həmin xoşbəxt cütlük demək balayında UK-yə, United Kingdom-a getdilər. A variantı. Yəni couple sözünü biz niyə artiklsız qoyaq ki, ona görə C variantında da çıxırıq. 73-ə baxırıq. 73-də uşaqlar village və house sözləri sayıla bilən təksimlərdir və sayıla bilən təksimlər artiklla işlənməlidir. Biz deyir tətildə bir kəndə getdik və orada balaca bir evdə qaldıq. Ona görə olur C variantı. Ümumi şəkildə deyir ki, bir kəndə getdik və orada balaca bir evdə qaldıq. 74-də baxırıq. Demək 74-də place və world, in the world bu heç bu Z iləndir. Yəni bu artiklsız olanları çıxırıq. Bunlar artiklla mütləq işlənməlidir və Z in the world-da hazır ifadədir. Burada dəqiqliklə Z olmalıdır. Avstraliya həqiqətən nəhəng bir yerdir. Həmin yerdə demək, nəhəng bir yerdir deyirik. Ona görə Y variantı. 75-ə baxsaq, Mark Twain was best known American writer in the world. Bu hazır şəkildə Z ilə işlənir. D, B, Y variantlarını çıxırıq. A və C variantlarının arasında qalırıq. Və the best known, ən yaxşı tanınan dediyinə görə qoyuruq A variantını. 76-ya baxırıq. 76-da is place the King of England officially lives. Buckingham Palace is the place. O yerdir ki, haradakı kral yaşayır. Yəni dəqiq hansı yerdən söhbət getdiyini bilirik və sayılan təksimdə artiklsız olan variantları çıxırıq. Is the place where the King of England, İngiltərənin kralı yaşayır. İngiltərənin kralı, yəni haradan söhbət getdiyini biz bilirik. Hər hansı bir kral yox, İngiltərənin kralı yaşayır və əlbəttə ki, King sözünü artiklsız da qoymuruq, sayıla bilən təksimdir. Cavab olur 76-da B variantı. 77-yə baxaq. Uşaqlar expensive demirik, bunu çıxırıq. Holiday sözünə baxırıq. Tətil sözünü artiklsız da qoymuruq, çıxırıq. Country sözünü də biz artiklsız qoymuruq. Düzgün cavab olur 77-də Y variantı. 78-ə baxırıq. 78-də lake sözünə baxırıq. Göl sözü sayılan isimdir. Biz tək sayılan isimlərə artiklsız qoymuruq. Burada thousands deyir deyə orada deyə bilmərik. Bir dənə qoyub burada da cəmləyə bilmirik. Yəni the lake, this is the lake. Bu o göldür ki, where thousands of animals live here. Hansındakı demək minlərlə heyvan yaşayır burada. Demək, burada nə etdik? Götürdük the thousands of animals. Yox, üzr istəyirəm, the lake where thousands of animals live here. Yəni C variantını da çıxırıq. Qalır düzgün cavab D variantı. This is the lake. Bu həmin göldür ki, haradakı minlərlə heyvan burada yaşayır. 79-a baxırıq. He visited coasts of the country. Bu onsuz da Z ilə dilə oxuyan kimi görürük. Of the country. Coast'un özünü də biz niyə artiklsız qoyaq ki, 79-da ona görə də düzgün cavab olur D variantı. Yəni hər ikisini biz artiklla qoymağa məcburuq, sayıla bilən təksimlərdir deyə artiklsız qoya bilmirik. Nə coast sözünü, nə country sözünü qoya bilmərik. Çünki təksimdir. Mütləq artikl qoymalıyıq deyə boşluqları atırıq. Düzgün cavab 79-da olur D variantı. 80-ə baxırıq. 80-də longest tree və əlbəttə ki, burada Z-ni qoymalıyıq. Və in the world, yenə də Z-ni qoymalıyıq. Longest sifətin üstünlük dərəcəsidir, Z qoymalıyıq. In the world da bayaqdan bəri oxuduqlarımız kimi hazır ifadələrdir. 81-ə baxırıq. 81-də
Village sözü sayıla bilən tək isimdir. Yəni artiklın olmadığı halları çıxırıq. Mountains cəmdədir. E artiklının olduğu variantları çıxırıq. Düzgün cavab olur 81-də D variantı. 82-yə baxırıq. 82-də house sözünə baxırıq. Place sözünə baxırıq. Uşaqlar, bunlar sayıla bilən tək isimlərdə artiklsız olmur. Yəni B və C variantları qayılır. Mən deyir ki, bir il balaca bir evdə yaşadım. Mən həmin yeri çox sakit olduğunu düşündüm. The place, həmin yerin sakit olduğunu düşündüm. 83'e baxırıq. 83'də topic, family sözləri var bizdə. Hər ikisini də artiklsız qoymuruq deyə çıxdıq. Qaldı B və D variantları. B və D variantları. The weather is important deyə bilmirik deyə B-ni də çıxırıq. Cavab 83'də olur D variantı. 84'də baxırıq. One of the biggest. Z olmalıdır burada. Çünki biggest deyir. Düzgün cavab A və B variantlarından biridir. Burada in the world deyə 84'də qalır A variantı. 85'e baxırıq. 85'də yenə də first'ün qabağında Z qoymalıyıq. Z ocean deyirik. First'ün qabağında Z qoymalıyıq deyə A-nı və D-ni çıxsaq, ocean-da deyə bilməliyik. Heç olmasa ən deməliyik. Çünki saitlə başlayan sözdür. One of the first people to cross the ocean. Həm də ki, niyə artiklsız olsun ki? Ona görə də C variantı. Sayıla bilən tək isimləri biz artiklsız qoymuruq uşaqlar. Keçirik 86-cı suala. 86'da deməli moon sözümüz var, first sözümüz var, first footprint. Yəni bunu biz artiklsız qoymuruq və first olduğuna görə mütləq Z qoyuruq. Moon da olduğuna görə burada olur B variantı. 87'də long way. It is a long way by train to the south of France. Fransanın cənubu olduğuna görə Z qoyuruq. Yəni artikel olmayan variantları yenə də çıxırıq. It was a long way. Uzun bir yol idi deyirik. Ona görə olur D variantı. Uzun bir yol idi. 88'də biggest'də onsuz da Z olur. In the world olur deyə B variantı. 89'da report on geology of the Sahara Desert was interesting. Aha. Niyə artiklsız olsun? Artiklsız olan variantları çıxdıq. Deməli, məruzə, Sahara səhrasının geologiyası haqqındakı məruzə maraqlı idi. Hansı məruzə? Həmin məruzə ki, Saharanın geologiyası haqqında idi. Burada qeyri-dəqiq heç nə yoxdur. Ona görə də B variantı düzgün olur. 90'da South of Turkey, Türkiyənin cənubu, hotter than the north, şimalından, yəni cəhətlərdir, ZZ olmalıdır. ZZ olur. 91-ci suala baxırıq. Name deyir uşaqlar. Name sözünü biz artiklsız qoymuruq. C sözünü də biz artiklsız qoymuruq. Yəni qalırıq B və Y variantlarının arasında. Of Z, oflu birləşmələrdir. Z ilə işlənilir. The name of the sea between Afrika ilə Avropanın arasındakı dənizdir. Yəni dəqiqdir deyə B variantı olur. 92'ye baxırıq. 92'də Şotlandiyanı biz artiklsız qoymalıyıq. Bu tərəfi amma Z artiklı ilə qoymalıyıq da. Cəhətdir İngiltərənin şimalı deyir. Ona görə 92'də A olur. 93'də in the west, in the east. Əslində belə baxanda 93'də olur D variantı. 94'də baxan kimi birincidə Z-ni götürürük. Z first'dür çünki. In a city artiklsız qoya bilmərik. City-ni ən city-də deyə bilmirik. Ona görə 94'də olur C variantı. 95'də story sözünə baxırıq. Niyə artiklsız qoyaq sayıla bilən tək ismi? Üzr istəyirəm. Sayıla bilən tək ismi niyə artiklsız qoyaq? A və daha doğrusu B və D variantlarını çıxırıq. Englishman and Frenchman sayıla bilən tək isimdir deyə. Niyə yenə də artiklsız qoyaq? C variantında çıxırıq. Və uşaqlar an Englishman deyirik. Englishman demirik. 95'də olur A variantı. 96'da
We have heard stories. Stories deyirik deyə stories demirik. Stories olmaz çünki cəmdədir. Hero sözünə baxırıq, orada an artiklı qoya bilmirik. Yəni A və B variantlarının arasında qalırıq. We have heard the stories about the historical heroes. Historik tarixi qəhrəmanlar haqqında. Qeyri-dəqiq deyil, tarixi qəhrəmanlar haqqında həmin hekayələri eşitmişik. 97-də friend baxırıq. Niyə artiklsız olsun friend? French translator niyə artiklsız olsun? Ya da organization niyə artiklsız qoyaq ki? Bunları çıxırıq. And French translator deyə bilmirik. D variantını da çıxırıq. Düzgün cavab 97-də qalır C variantı. 98-də students of our group bizim qrupun şagirdləridir uşaqlar. Going to study new language, yeni bir dil öyrənməyə hazırlaşırlar. Biz bunu artiklsız qoymuruq. Yeni bir dil öyrənməyə hazırlaşır. Y variantı. 99-da she wants to show me blues which, yəni yenə də hansı bluzdan söhbət getdiyi bəllidir deyə dəqiqdir. At the party-də onsuz da Z ilə işlənir. A variantı. 100-də an hour and a half. Bu hazır bir ifadədir. An hour and a half. Düzgün cavab olur. C variantı 100-də. Çünki an hour and a half hazır əzbərlənən ifadələrdəndir. Onu artiklla hazır işlənən ifadələrin içində onsuz da biz öyrənməliyik. 101. Uşaqlar, mühəndis sözü niyə artiklsız olsun? Demək, is a person bir insandır. Person sözü niyə artiklsız olsun? Ona görə çıxırıq. Engineers sözü niyə an artiklı ilə işlənsin cəmdədir? 101-də cavab olaraq qalır D variantı. Elə səhvləri çıxanda cavab olaraq D variantı qalır. 102-yə baxırıq. 102-də golf was played with wooden sticks and leather ball. Aha. Ball sözü uşaqlar silent textində onu işlətmirik artiklsız. Golfu ancaq artiklı ilə işlətmirik. Yəni axı dedik oyun adlarıdır. Biz oyun adlarını saymırıq. Yaxşı, artiklı ilə işlətmirəmsə A da gedir. Onda qalır 102-də B variantı. 103-ə baxırıq. 103-də yenə worst var. Sifətin üstünlük dərəcəsi ilə Z işlədirik. Most people burada artıq üstünlük dərəcəsi deyil deyə boş saxlaya bilərik. Əksər insanlar, yəni insanların əksəriyyəti boş qalmalıdır. Burada da Z olduğuna görə 103-də olur B. 104-də baxırıq. 104-də most students yenə də şagirdlərin əksəriyyəti. Yəni bu sifətin üstünlük dərəcəsi deyil, şagirdlərin əksəriyyəti deməkdir. Past exams and exams yox and show the best result. The best result bu da the past the exams and show the best results. Düzgün cavab oldu Y variantı. 105-ə baxırıq. Lands that were discovered by lands torpaqlar, yəni Kolumbun kəşf etdiyi torpaqlardır deyə burada olur Z lands. Hansı torpaqlar? Rich in gold, bundan biz artikl işlətmirik. Gold sayılmayan isimdir. Artiklını heç işlətmirik. Rich in gold, qızılla zəngindir. Cavab olur Y variantı. Aha. 106. Crossword which was by is a magic game. Is a magic game. Sihirli bir oyundur. Burada da which hansı ki deyir deyə dəqiqdir. Düzgün cavab olur A variantı. Which olanda çox zaman təyin budaq cümləsi olur və orada which ilə dəqiqləşdirilir deyə söhbətin hansı crossworddan getdiyini bilirik artıq. Arthur tərəfindən ona görə də söhbətin hansından getdiyini bilirik deyə dəqiqdir. Dəqiq olduqda da biz Z artiklı qoyuruq. Artiklsız qoymuruq və is a magic game, sehirli bir oyundur deyirik. Ona görə də A variantını götürürük 106-da. Sonra 107-də demək sun sözü var, windows var, bir də trees var. Aha, artiklı yoxdur. Sun sözü, when I woke up this morning, the sun
The sun. Bunu artiklsız qoymuruq. Dəqiqdir. Was shining through the windows of my room. Mənim otağımın pəncərələri deyir. Ona görə dəqiqdir. In the trees də onsuz da Z ilə. 108-də for a long time. For a long time. Ona görə olur B variantı. Brain for a long time and they all agree that the human brain is a marvelous and fascinating thing. Thing sözü sayılır deyə bunu biz artiklsız olmur. A, D, yeni bu cürdə çıxa bilərdik. Bir də for a long time hazır şəkildə işlənir B variantı. 109-a baxırıq. We usually go by train, by plane. Bu cür işlənir. Qatarla gedirik. Amma bugün biz we are taking the bus. Bugün biz avtobus tuturuq. Bu artiklsız olmalıdır birinci tərəf. Çünki by train, by plane bildik ki, təyyarə ilə qatarla deyəndə arda artikldan istifadə etmirik. 110-a baxırıq. Do you know any of the people who live across the road? Uşaqlar, any of the people who live. Burada artıq dəqiqləşdiririk. Kim ki yaşayır. Ona görə burada deyirik the people. Hansı insanlardan söhbət getdiyini bilirik. Across the road. Hansı insanlardan dəqiq söhbət getdiyini bilirik. Burada da across the road olur. Hazır şəkildə C variantı. 111-ə baxırıq. At the beginning of deyirik həmişə. At the beginning of his speech, he spoke about tourism. Burada artıq deyir turizm haqqında danışdı. Ona görə də A variantı olur. At the beginning deyə çıxırıq. Turizm haqqında danışır. Bunu isə artiklsız qoyuruq. 112-yə baxırıq. In Britain, drinking tea. Burada hər iki tərəf artiklsız. Sayılmayan isimdir. E artikl olmaz, E artikl olmaz. Britaniyada ümumi danışır. Çay içmək, kofe içmək, ümumi şəkildə danışır. Artiklsız qoyuruq 112-də. 113-ə baxırıq. Əlbəttə ki, the most serious deyirik. Z ilə başlayırıq. Of the modern world is pollution. Çirklənmədir. Bəli, world sözünü də biz artiklsız qoya bilməliyik. Cavab olur 113-də Y variantı. 114. An idea. An idea. Have you got an idea about how we can solve the problem? An idea olduğuna görə A ya da B olacaq. Səni deyir ki, biz həmin problemi necə həll eləməyimiz haqqında bir fikrin varmı? Bir fikrin varmı? Ona görə an idea deyirik. Həmin problem də dinləyiciyə bəllidir deyə A variantı olur. 115. Tea sözünə baxırıq. Indian tea, likes tea. Biz ona görə də burada C variantı və Y variantını çıxırıq. Çünki sayılmayan isimlərlə an artikli işlətmirik. Sayılmayan isimlərlə an artikli işlətmirik. She likes Indian tea. O Hindistan çayını xoşlayır. But she doesn't like the tea. Hansı çay? That comes from. Hansı ki Sri Lanka'dan gəlir. Artıq buradakı dəqiqdir. The tea A variantı. 116-ya baxırıq. We need to be at the airport in just over an hour. An hour'da bu heç. An hour'da deyə B və D qalır. At the airport deyə olur 116-da D variantı. 117-yə baxırıq. Freedom and independence are very valuable in life. Azadlıq və müstəqillik həyatda çox vacibdir. Uşaqlar, bu üçü də artiklsız olur. Çünki ümumi formada danışır. Azadlıq, müstəqillik, yəni burada heç bir artikl qoymuruq. Həyatda hamısını ümumi şəkildə deyir deyə hamısını da artiklsız qoya bilirik. 118-ə baxırıq. 118-ə baxırıq. Fumes of cars dəqiqləşdirilir maşınların and factories və factories fabriklərin are the main reasons əsas səbəbləridir hava çirklənməsinin.
air pollution. Deməli, hava çirklənməsinin burada ümumi şəkildə danışır və əsas səbəbi dediyinə görə və maşınların və faktoriyalardır. Maşınların və faktoriyaların tüstüsü. Ona görə də Z qoyuruq. Are the main, bunu da Z ilə işlədirik. 119-a baxırıq. Consumer buys more expensive product hoping to receive more expensive. Burada Z qoymuruq. And more da demirik. Product sözündə artiklsız qoymuruq. Cavab olur B variantı. 120-yə baxırıq. A group of yəqin ki olacaq. The Azores are a group of islands in the ocean. Niyə bunları biz artiklsız qoyaq? Artiklsız olanları çıxırıq. Bir qrup adadır deyə götürürük. A group of islands in the ocean. Okeanda. Hər hansı bir okeanda yox, okeanda. 121. 120-də oldu. C variantı. 121. Baykal is a source of beauty, gözəllik mənbəyidir, and power for the people in Russia. Rusiyadakı insanlar. Ona görə burada Z qoyuruq. Artiklsız qoymuruq. Rusiyadakı insanlar. For the people in Russia. Yəni Rusiyadakı insanlardır deyə dəqiqdir. İkinci tərəfə Z qoyuruq. Anda çıxsaq. Qalır a source yoxsa an source da demirik. Qalır B variantı. 122-yə baxırıq. English is the richest among the world languages. Z olur. Yəni bunlar richest sifətin üstünlük dərəcəsidir. World-dakı Z ilə world languages dünya dilləri də onsuz da Z ilə işlənir. 123-ə baxırıq. Most hospitable people in the world. Bu Z ilə işlənir. B və Y qalır. Yəni digərlərini çıxırıq. B və Y-dən də most hospitable people. People sözünü ən qonaqpərvər, ən qonaqpərvər sifətin üstünlük dərəcəsidir deyə 123-də Y götürürük. 124-də country sözünə baxırıq. Uşaqlar country sayıla bilən təqsimdə artiklsız qoymuruq. And capital of it is the capital of, yenə də haranın paytaxtı olduğunu bilirik dəqiqliklə, ona görə də B götürürük. Yəni E götürmürük çünki haranın paytaxtı olduğunu bilirik. 125-də demək Papuan dili 11 hərfdən ibarətdir. It is the language which has the smallest sifətin üstünlük dərəcəsidir. Burada Z qoymalıyıq. Artiklsız olanları və E olanları çıxdıqda cavab olur C və D variantlarından biri. Burada da dedik ki, which hansı sözü ilə dəqiqləşdiririk deyə dəqiqdir. 125-də olur D variantı. 126-ya baxırıq. All the countries on the continent. Çünki hansı qitədir? Şimali Amerikanın qitəsidir. Şimali Amerikanın qitəsidir, dəqiqdir, çünki Z olmalıdır. Və həmin qitədəki bütün ölkələrdir deyə, yenə Y variantı. Çünki all the countries, yəni hansı ölkələrdir? Şimali Amerikanın qitəsindəki ölkələrdir deyə, hamısı dəqiqdir. Həm qitə, həm ölkələr. 127-yə baxırıq. The Tower of London is a historic castle desək, tarixi bir qaladır, yerləşir. Harda? Temza çayının sahilində, şimal sahilində cəhətdir və burada da olur yenə də Y variantı. Yenə baxsaq, castle sözünü biz, castle sözü cəhətləri onsuz da Z artiklı ilə veririk. Ona görə B və Y olacaq. Burada da deyirik ki, tarixi bir qaladır. Ona görə Y variantını götürürük.